Bu sualın sadə görünməsinə baxmayaraq, din burada bizi tələyə salmağa çalışır. Diqqətlə izləyək ki, imtahanda çaşmayaq. 15 fevral 11-ci siniflər üçün keçirilmiş OTK sınağında belə bir sualla qarşılaşdıq. Sualı gördükdə avtomatik ilk ağlımıza gələn köklərdən 0,8 və 0,2 çıxartmaqdır. Bunu etdikdə artıq sualı yanlış əldə etmiş oluruq. Çünki nə 0,8-in kvadratı, nə də 0,2-nin kvadratı bizə bu ədədləri vermir. O zaman dəyişiklik etməliyik. Nə kimi dəyişiklik etməliyik? Baxın, yaza bilərik ki, kök altında 6,4-ü mən 0,64 vurulsun 10 kimi yazsam bir şey dəyişməz. Həmçinin 0,4-ü də 0,4 vurulsun 10 kimi yazsam yenə heç nə dəyişməz. Artıq buradan 0,64-ü 0,8-in kvadratı, 0,4-ü 0,2-nin kvadratı kimi yaza bilərəm. Artıq kvadrat formasında olduğu üçün kökdən rahat çıxa biləcək. Yazarıq ki, 0,8 kök altda 10 plus 0,2 kök altda 10. 0,8 ilə 0,2-ni topladıqda 1 verir. Bu da 1 kök altda 10 edər. O da elə cavabımız kök altda 10 edər. Diqqətli olun ki, imtahanda belə suallarda çaşmayasınız.